Ben Sabirli Bəxtiyar, kanalıma xoş gəlmisiniz. Bugün Xiaomi 14 Ultra telefonumuza HyperOS 3.0.4.0 gəldi. Telefonumuzun üzərində bir çox yeniliklər var. Gördüyünüz kimi, burada mən sizə çox şeydən danışa bilərəm. Bildirim mərkəzi də dəyişildi, bildirim görsəlləri də dəyişildi təbii ki. Kapsamlı sistem uygulamaları, galeride dəyişikliyi var, hava durumunda dəyişikliyi var. Ümumi bir video çəkməyimi istəsəniz çəkərəm. Hətta gördüyünüz kimi telefon Çin versiyada olsa, gördüyünüz kimi hər şey burada türkçədir. Bunu da necə etdiyimi deyə bilərəm, başa sala bilərəm. Bir çox yeniliklər var. Gördüyünüz kimi say qurtarmaz. iPad ilə iOS ilə birlikdə işləməyi üçün də ara bağlantı iPad, iOS, iPhone və Mac üçün. Hər üçünə bağlantı üçün ayarlar gəlib. Bunları necə istifadə etdiyimizi, hətta mahnı oxudan zaman burada üstə qalan mərkəzi, sonra buradan saatı qoşduğumuz zaman gördüyünüz kimi kronometrəni qoşduq, bağladıq. Hər ikisi bura gəldi. Dəyişikliklər olduqca gözəl görünür. Yəni telefonda ümumiyyətlə çox sürətli olub hər şey. Çox sürətli işləyir həqiqətən. Axıcılığa söz yoxdur. Yəni istəsəniz bunun haqqında ümumi bir videoda çəkə bilərəm. Güncəlləmənin boyutu 7.3 GB idi. Yəni bunu da nəzərinizə çatdırım. Buna abunə olub like atmağı, dəstək olmağı unutmayın. Bu mənim üçün çox önəmlidir. Təşəkkür edirəm.